Bugün Səbail rayon məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə 2 aprel aksiyasında iştiraka görə həbs olunmuş 4 müxalifətçinin işi üzrə məhkəmə baxışı keçirilib. Müttəhimlər kürsüsündə Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı, Partiya Gənclər Təşkilatının rəhbəri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, həmin partiyanın şöbə müdürü Məhəmməd Məcid əyləşib. Vəkil Əsəbəli Mustafayevin verdiyi məlumata görə məhkəmə baxışında vəkillər bir sıra vəsadətlər qaldırıblar. Onun sözlərinə görə bugünkü baxışda təqsirləndirilən şəxslərin dəmir barmaqlıqlar arxasından çıxarılaraq vəkillərin yanında əyləşməsi ilə bağlı vəsadət təmin edilib. Bundan əlavə, audio-video çəkilişlərin aparılması, bir qrup deputat və hüquq mühafizə orqanları tərəfindən ittiham olunan şəxslərin təqsirsizlik prezumpsiyasının pozulması, Arif Hacılı barəsində azadlıq və müdafiə hüququnun pozulması ilə bağlı verilən vəsadətlər təmin edilməyib. Həmçinin təqsirləndirilən Arif Hacılı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbalı Abutalıbovun şahid kimi dindirilməsi barədə vəsadət qaldırıb. Vəsadət baxılmamış saxlanılıb. Təqsirləndirilən Tural Abbaslı'nın vəkili Anar Qasımlı da hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamın mahiyyətinin açıqlanması, əlavə şahidlərin dindirilməsi barədə vəsadətlər qaldırıb. Bu vəsadətdə baxılmamış saxlanılıb. Fasilədən sonra proses davam edib. Prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham aktı üzrə özlərini təqsirli bilmədiklərini və bu ittiham aktının mahiyyətinin aydın olmadıqlarını deyiblər. Proses sentyabrın 5-də davam edəcək. Xatırladaq ki, həbs olunanlar Cinayət Məcəlləsinin 2 maddəsi ilə 233 ictimai asayişi pozan hərəkətlərin təşkili və ya iştirak və 315 hakimiyyət nümayəndələrinə müqavimət göstərmək ittiham olunublar. Avqustun 4-də 315-ci maddə üzrə ittiham Fuad Qəhrəmanlının üzərindən götürülüb. Ondan başqa yerə getməmək barədə iltizam alınıb. Digər 3 nəfərin barəsində həbs qəti imkan tədbiri seçilib.